Salam dostlar, bugünkü dərsimiz PID-lərdən olacaq və mən artıq proyekti hazırlamışam. Sizdəki yenə bildiyiniz kimi New Project Wizard və Next. Sadəcə burada seçəsiniz artıq iOS 414 üçün, yəni bir page seçməyəcəyik. Burada biz seçəndə artıq arxitektura olaraq seçirik. Burada isə seçirik birbaşa kontrolün özün. Yenə burada 0 və Next-də bir bura buş qoyasınız. Burada da 3 qalacaq yerində və Finish-i basasınız. Və gəlin birbaşa keçək hardware-ə. Artıq dostlar, mənim fikrimcə bu menyuların hamısı sizə tanışdır. Template olaraq siz istənilən proyekti qura bilərsiniz. Qalan indi modulların əlavəsi proyektə uyğun olaraq eləyəsiniz. Və burada dostlar biz nə əlavə eləyəcəyik? Gələcək Simatic 400-ə, deməli CPU 400 və burada deməli 414-3 bunu seçirik və burada bir dəqiqə qoyun çəkim var, belə oxuya bilim. Birincini seçərsiniz, burada 5.3 versiyasını seçərsiniz. Bu PNGP virusdə nədir dostlar? Həm Profinet, həm Profibası var bu kontrollerin. Dostlar, gəlin biz neyiniyək? Bu dipini seçək. Buna baxaq, görək. Bunun deməli Place Object Properties'də nə var burada? DP-N1 modu yox, gəlin biz bunu silək, əlavə eləyək öz kontrolörümüzü. Delete, yes. Those want to delete the program, P2 Lessons, Pro modu, yes, olsun. Və gəlin bunu əlavə eləyək. Dostlar, bir IP əlavə etməmişdən qabaq, bir dənə siz də yoxlayın, mən də yadımdan çıxıb, internet açıq qalıb, tez bağlayayım bunu. Tak, disable, bu disable'dadır, bunu enable eləyək. Virtual interfeysin yaradılması mən sizə göstərmişəm, kimdəsə sual olsa yaza bilər, amma məncə izah yaxşıdır, siz özünüz eləyə bilərsiniz onu. Cancel, tamam. Və burada basırıq New-nu və gəlin burada adını dəyişək bunun. Dəyişməyə bilərsiniz əslində, amma mən dəyişəməmişəm. Kötəyim 001 və ok düyməsini basırıq. Bir də oku basırıq. Bir də ki, proyekt üçün bizə nə lazım olmayacaq? Deməli, bizə lazım olmayacaq. Bu SP Communication. Bunu silək. Tamam. Və bunu çəkək bu hissəyə. Və növbəti addım nə olacaq bizdə dostlar? Biz deməli əlavə etməliyik sizlə pumpın qoşulması, söndürülməsi. Bu olacaq bizdə digital out, sonra level switchlərdən gələn siqnalı analog input olacaq. Valve'ın açılıb bağlanması isə bizdə olacaq analog output. Və gəlin əlavə edək. Deməli, buranı bağlayaq. Profibus DP, burada YT200M və gəlin seçək, bax, bunu bir dəqiqə qoy baxaq, bu 303-ündür, modu exchange operation, bəs bu, gəlin bunu, tak, bunu seçək, gətirək. Dostlar, bir də yoxlayaq. Ne yazır burada? Model cannot be inserted here. Bir dəqiqə. Deməli, properties, MPIDP, Profibus. Tak.
Görüyoruz. 1-2 adresi qalsın. Ok düyməsini basaq. Bir də ok. Tamam, bax. Bunu əlavə edəcəyik bura. Ok düyməsini basaq. Gəlin bayan biraz aşağı salaq. Bunu qaldıraq bura. Bu da gəlsin bura. Bu da gəlsin bura. Və indi dostlar bu modula, bu YT-yə biz əlavə eləyək bizim siqnal modullarımızı. Deməli, gəlin başlayaq digital outputdan. Yəni bir sətr bıraxaq. Digital out və burada 5 clipping extended environment high speed support. Yəni, burada bizə bu lazım olacaq, çünki bunun high speed supportu var, bu bizə lazım olacaq və əlavə eləyək bura. Və növbəti əlavə eləyək analog input modulun. Deməli, gələk analog input 300-ə və burada speed support 14 Tamam, gəlin bu modulu götürək. 16 bitdiydi. Və dostlar, əlavə eləyək analog output modulun. Yəni, buranı bağlayaq. Analog output. Və burada baxaq moduldan. Possible profil bus tipi. Supported asynchronous. Tamam, bunu götürürük. Kendi symbol table'ını dolduraq dostlar. Bizdə deməli digital outputda lazım olacaq bir dənə hələ ki pump running olsun. Edit symbols. Pump run və gəlin hələ ki burada əlavə eləyək deməli level olsun. Level enter word parametre olsun, data type daha doğrusu apply close və bir də hələlik əlavə eləyək bura valve action olsun. Valve bu da word olsun. Ok. Və gəlin kompilasiya baxaq. Problem yoxdur ki bizim proyektdə. Dostlar, deməli proyektdə kompilasiya error olmadı. Gəlin qaydaq bu hissəyə və burada pit lesson qalsın yerində. Gəlin bunun adını dəyişək, qoyaq. Məsəl üçün pit water olsun. Və bizim gəlin skadanın adını dəyişək, qoyaq. Olsun wind. Bu biraz vaxt alır dəyişməyi. Və gəlin baxaq bizim şəbəkədə nə göstərir. Pit water belə bu hissəyə və semantic station qalıb. Gəlin bu şəbəkəni də əlavə eləyək. Yes. Deməli configuration və gəlirik biz semantic PC station, industrial ethernet və gəlin bu hissəyə əlavə eləyək bu interfeysi. YTM1 dostlar, burada yenə fikir verin, 02-dir. Elə etməlisiniz ki sizin IP adresinə, IP
IP ilə eyni şəbəkədə olsun bunlar. Yəni sizdə başlaya bilər 192.168.0.5.6.7 nə olur olsun, amma eyni şəbəkədə. Bir də maska fikir verin, bu 3.255 deməkdir ki, bu hissə bu nöqtədən sonra hamısı eyni olur. Və ok düyməsini basırıq və gəlin bunu da kompilyasiya eləyək. Tamam, kompilasiya error olmadı. Gəlin gələk bizim şəbəkəyə. Şəbəkədə artıq qoşulma var və insert new connection. Tamam, ok düyməsini basırıq. 1-2 ok və gözləyək. Və gəlin kompilyasiyada yoxlayaq. Compile and check everything. Bəli dostlar, error çıxmadı. Gəlin dostlar, bir şey də göstərib sizə. Gəlin bunu silib, məsəl üçün delete eləyək. Yes. Tamam, bu silindi. Insert new connection. Burada məsəl üçün bəzi vaxtlarda özünüz ad qoya bilərsiniz. İstəsəniz qoya bilərsiniz. HMI, SCADA, ya HMI operation, məsəl üçün. Nə istəsəniz burada ad qoya bilərsiniz ki, interfeysi tam biləsiniz nədir. HMI SCADA qoyuram, düyməsini basıram və yenidən compile eləyək. Compile and check everything. Bəli, error yoxdur dostlar. Və bugünkü dərsimiz bu qədər dostlar. Növbəti dərsdə biz artıq pid blokları əlavə eləyəcəyik. Çox sağ olun, təşəkkür edirəm hamınıza.